Salam olsun dostlar. Son bir neçə gündür ki, gündəmi alan Rəvan Qarayevin Velizarla səmimi öpüşüb görüşməsidir. Amma qınamayın dostlar, qınamayın. Artıq hər şey gecdir. Artıq bu olanlarla barışmalıyıq. Çünki bizim başqa çarəmiz yoxdur. Artıq hər şey əldən gedib. Həqiqətən sözün əsli mənasında hər şey əldən gedib. Artıq gecdir. Nə qədər çalışsaq da, nə qədər vuruşsaq da, yenə də xeyri yoxdur. Onlar öndədirlər ki, öndədirlər. Çox təəssüf ki. Allah səbir versin. Buyurun, şeirə qulaq asın. Görəsən ay millətim, niyə bu günə qaldıq? Axı bizlər Babəkdən, Cavanşirdən güc aldıq. Nə oldu birdən-birə biz bu qədər dəyişdik? Bizim Azərbaycanı biz belə görməmişdik. Bugün öndə gedirlər velizarlar, baboşlar, onlara dəstək verir bəzi bu başıboşlar. Doğma Azərbaycanı qoyublar yaman günə, hamısını bircə-bircə göndərəsən sürgünə. O yüzden İraqlara dəyər verməyin qəti. Belə şeylər uçuruma aparır bu milləti. Axı sizdən uşaqlar nə tərbiyə alacaq? Bəs bu biabırçılıq nə zaman qurtaracaq? Yorulmuşam mən artıq bu mövzudan deməkdən. Amma siz yorulmadınız geyləri izləməkdən. Haray tək mənim deyil, xalqımın harayıdır. Onları izləyənlər onların da tayıdır. Bəs hardadır o vaxtki at oynadan kişilər? İndi at oynadırlar erkək cinsli dişilər. Bilirsiniz kişilər çoxu indi hardadır? Vətən üçün can qoyub torpağın altındadır. Bir olaq ay millətim, Azərbaycan dardadır. Pul da, hörmət də indi üzdən İraqlardadır. Pul da, hörmət də indi çox təəssüf ki, üzdən İraqlardadır.